72 paltar sabunu ilə cinsiyyət orqanının yuyulması siz nə dərəcədə tövsiyə edirsiniz? Bu barədə mənim bir mövzum da var. YouTube kanalında ayrıca danışmışam onun haqqında ki, bu adı üzərində ən azından buradan anlamaq lazımdır ki, bu paltar sabunudur. Yəni paltar yumaq üçün nəzərdə tutulub. Və həmin siz videoya baxın, ora yazılan şərhlərə də baxın. Bəzən mənə elə gəlir ki, nə qədər danışırıqsa da faydası yoxdur. Nə qədər onun altında şərh yazan həmin videoya qadınlar var ki, yox mən illərdir bu sabunu istifadə edirəm. Nənələrimiz istifadə eləyib, qadınlar həmişə istifadə eləyib, heç kimə heç nə olmayıb. Həkim düz danışmırsınız. Halbuki yəni bu yəni 72% sabun böyük bir məhsul deyil ki, mən onun əleyhinə danışım və yaxud da xeyrinə danışım. Mən bunu sırf qadınların xeyri üçün deyirəm. Çünki daha çox qadınları biz görürük. Bilirsiniz, bizdə cəmiyyətin bir problemi də odur ki, bir nəfər, iki nəfər gördükləri insanların təcrübəsi ilə bütün tibbi dəyərləndirirlər. Hər hansı bir tibbi məsələni dəyərləndirirlər. Yəni o şərhi yazan qadın bir nənəni görübsə, bir xalanı, ananı görübsə tutaq ki, biz yüzlərlə, minlərlə qadınları görürük, müayinə edirik, şikayətlərini dinləyirik və statistik olaraq da həqiqətən görürük ki, daha sıx bu qaşınma şikayətləri, vaginal kandidoz, bakterial vaginoz, intim gigiyenası düzgün olmayan qadınlarda rast gəlinir. Aşırı vaginal yuyunmalar edən, bax bu cür 72% sabunla güya təmizlik xətrinə yuyunan daima. Bax belə qadınlarda sıx rast gəlirik bu şikayətlərə. Yəni xəstələrin, şərh yazanların gördüyü 2-3 nəfərlə statistika əldə olunmur. Statistika əldə olunur yüzlərlə, minlərlə qadınların üzərində aparılan təcrübələrlə, şikayətlərindən alınan nəticələrlə və s. 72% sabunla qətiyyən yuyunmaq olmaz. Nəinki intim bölgəni, ümumiyyətlə həmin sabun, yəni dərini yumaq üçün, bəziləri hətta onunla çimir, uşaqlarda çimizdirir və s. Dəriyə toxunmaması gerəkən bir sabundur.